mesela Cem Şahin İkisi de Azərbaycan Film Kino Studiyasının direktor müavini, Tağlıların müavini. Yoxlarını qoruyuruq, ancaq şahidətçinin iştirak edir, müəyyən sənətlər cəhətlər təqdim edəcəksiniz. Sonra siz Əhvər bəli, siz ancaq kinorejissor gildiyasına vermişsiniz də, bir etibarnamə. Bəli, oradan vermişik. Bizim kino studiya ilə olan müqaviləmiz əsasında biz 3 il müddətində onların yoxlarını məhkəmədə təmsil edirik. Əgər ehtiyac olarsa, gələcəkdə onların yoxun ayrıca təmsilçiliyi ilə bağlı mən sənət cəhətlərəm. Yəni, elə hesab edir ki, əvvəlki məhkəmələrdə belə bir şeyə ehtiyac olmur. Yəni 14 yanvarda işləmə hazırlıq iclası oldu. Bundan əvvəlki olan hazırlıq iclasına yəni Zabitə tərəfinin nümayəndəsi gəlmədiyinə görə 14 yanvar 2009-cu il tarixdə hazırlıq iclası keçirildi. Ondan sonra sözsüz ki, artıq Azərbaycanda müstəqil hakimiyyət qolu olan məhkəmə araşdırması başlandığı hesab olunur və sözsüz ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə məhkəmə hakimiyyətinə ayrı qolu olduğundan onun işinə hər hansı bir orqanın və digər hakimiyyət qollarının, o cümlədən kütləvi informasiya vasitələrinin müdaxiləsi qol verilməsi hesab olunur. Lakin çox təəssüflər olsun ki, Zabitə tərəf 24 yanvar 2009-cu il tarixdə saat 21:45-də Azərbaycan kinosunun problemləri adlı bir veriliş təqdim elədi, yarım saatlıq veriliş əllərində olan yəni arxiv imkanlarından istifadə edərək. Yəni bununla da onlar Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin hakimiyyət bölgüsü, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələblərini pozmuş oldular. Eyni zamanda arxiv haqqında qanun, yəni kütləvi informasiya vasitələri haqqında qanun 10-cu maddəsi, yəni kütləvi informasiya vasitələri azadlığından sui-istifadəyə yol verilməzdir. Bu maddələrin müddəalarını pozdular. Yəni birbaşa bu iş məhkəmənin işinə müdaxilə. O barədə ki, yəni bizim verdiyimiz iddiaya qarşı kino rejissorlar gildiyasına və o cümlədən də kino studiyanın fəaliyyətinə qarşı yönəlmiş bir verilişidir. O verilişin video yazısı bizdə var, lazım olsa məhkəmə iclasında təqdim edəcəyik. Mən sözsüz ki, əgər bugün o sizə verəcəyim vəsadəti bugün təmin olunması ilə bağlı elə bir israrım yoxdur, ancaq xahiş edirəm, gələcəkdə qətnamə çıxararkən bunu nəzərə alasınız. Mən xahiş edirəm ki, qarşı tərəfin deməli, bu cavabdehin Azərbaycan Respublikası qanunvericiliyi haqlarını pozduğuna görə xahiş edirəm ki, Azərbaycan Respublikası Multiprosessual Məcəlləsi 265-ci maddəsinin tələbinə uyğun olaraq İTV haqqında, İctimai Televiziya Radio Yayımları Şirkəti haqqında xüsusi qərarda çıxarasınız və onun icrası üçün deməli Azərbaycan Teleradio Şurasına göndərəsiniz. Yəni o xüsusi qərarların bugün çıxarılmasını mən iddia eləmirəm, məhkəmə gedişi boyu. Mən xahiş edirəm, qətnamə ilə birlikdə bu xüsusi qərarda çıxarılsın. Yəni söhbət ondan gedir ki, bu həm Azərbaycanda qanunun aliliyi prinsiplərinə, eyni zamanda azad cəmiyyətin formalaşması, mülki cəmiyyətin formalaşması prinsiplərinə əməl olunması üçün bir zəruri addımdır. Yəni İctimai Televiziya kanalı öz adından da gördüyünüz kimi bir ictimai kanaldır. Ancaq kino rejissorlar gildiyası da ictimai təşkilatdır. O mən düşünürdüm ki, arzulayardım ki, onların mövqeyinə bir sölməklə yanaşır. Ancaq arzulayardım ki, onlar ictimai təşkilatların mövqeyini daha dəqiq işıqlandırsınlar. Və onlar hətta kino rejissorlar gildiyasına mövqe bildirmək, kino studiyaya mövqe bildirmək imkanı da yaratmamışlar orada. Əgər o imkan yaradılsaydı, bu məsələyə biraz yumuşaq yanaşmaq olardı. Ona görə də sizdən xahiş edirəm ki, bu tipli xüsusi qərarda çıxarıb İcrası Teleradio şirkətinə göndərəsiniz. Vəsadətin mahiyyəti, mən elə bilirəm ki, nə sizə, nə burada oturanlara aydın oldu ki, konkret nə istənilir? Xüsusi qərarda nə barədə çıxarılsın? Hansısa hərəkətin qadağan olunması, hansısa verilişin yaranlanmasına məhdudiyyət qoyulması, nə barədə bu qeyri-aydın oldu. O ki, qaldı veriliş barədə, həqiqətən də həmin tarixdə İctimai Televiziya kanalında kinomuz problemimiz adında veriliş yayımlanıbdır və o sırf jurnalist araşdırmasından ibarət olan bir veriliş olubdur. Onun bu məhkəmə işinə, burada baxılan işə heç bir aidiyyəti yoxdur. Orada sadəcə jurnalist həmin bugünkü kinomuzun problemlərindən bağlı özünün müstəqil araşdırmasını və müxtəlif orqanlardan və vəzifəli şəxslərdən, eləcə də kino rejissorlardan aldıqları müsahibələri nümayiş edir.